Həzrət Əli əleyhissalam öz dəyərli kəlamlarının birində belə buyurmuşdur. İnnəməd dunya daru məmərrin vəl-əxirətu daru mustaqarrin fəxuzu min dari məmərrikum li mustaqarrikum. Ey insanlar, dünya keçici bir evdir. Axirət isə əbədi bir yurtdur. Keçici olan bir yurtdan əbədi olan bir yurt üçün müəyyən şeyləri götürün. Bu deməkdir ki, dünya müvəqqətidir. Uzun müddət yaşasa da insan, əgər dünya ilə vidalaşırsa, dünyadan köçürsə, bu müvəqqəti olması deməkdir. Ki, Qur'an-ı Kərimə baxanda Allah Həzrəti Nuhu 950 il Peyğəmbər olaraq insanlara göndərdi ki, Qur'an buyurur ki, 1000 ildən 50 il az. Yəni 950 il biz Nuhu Peyğəmbər olaraq insanlara göndərdik. Və Nuhdan ömrünün necə keçdiyini soruşarkən deyir ki, günəşli bir yerdən kölgə bir yerə keçmək məsafə miqdarında mən ömrümü başa vurdum. Yəni o qısalıqda keçdi mənim ömrüm. Həzrət Əli əleyhissalam da buyurur ki, keçici olan bir evdən əbədi olan bir ev üçün müəyyən azuqələr götürün. Ki, Qur'an-ı Kərimin bir ayəsində buyurur ki, وَمَا تُقَدِّمُ لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهِ عِنْدَ اللّٰهِ. Dünya həyatında özünüz üçün etdiyiniz müəyyən yaxşı işlər ki var, onu Allahla görüşə gedəndə, yəni axirət həyatında görəcəksiniz. Hətmən insan əbədi həyat üçün çalışmalıdır, axirət həyatı üçün müəyyən azuqələr toplamalıdır və axirət səfəri Qur'an-ı Kərimdə səfər olaraq adlandırılır ki, insan müəyyən ölkəyə və ya uzaq bir səfərə gedəndə özü üçün lazım olan əşyaların götürdüyü kimi axirət səfərinə gedərkən də özü ilə müəyyən əməlləri aparmalıdır ki, təzəvvədu fə innə xeyrəzzad ət-təqva ki, Qur'an buyurur, azuqə yığın, ən gözəl azuqə təqvalı olmaqdır. İnsan bu dünyada axirəti üçün təqva toplamalıdır, təqvalı işlərlə məşğul olub Allahın razılığını qazanmalıdır. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, dünya keçici bir evdir, yəni müvəqqəti bir evdir, vasitədir ki, insan körpüdən vasitə kimi istifadə edir. Həzrət Əli də dünyanı körpü adlandırır ki, keçici bir evdən əbədi olan axirət həyatı üçün azuqələr toplayın. Və la təhtiku əstarakum ində mən ya'ləm əsrarakum ki, öz gizlin sirlərinizi bir-birinizin yanında açmayın. Yəni sirlərinizi bilən şəxslərin yanında öz eyiblərinizi bir-birinizin üzünə deyib, bir-birinizin hörmətini aşağı salmayın. Bunlar mühüm məsələdir ki, Həzrət Əli əleyhissalam bu mübarək kəlamının sonunda buyurur ki, ən mühüm məsələlərdən biri də insan bir-birinin eyibinə qarşı diqqətli olmalıdır. Yəni insan öz dostunun, yaxınının və ya bir uzağının bir eybini bilə bilər, amma onu öz yanında saxlamalıdır. Çünki bütün eyblərimizi Allah bilir və Qur'an buyurur ki, İnnəhu alimun bizzatəs sudur ki, Allah insan içərisində, sinəsində, insanda olan hər bir şeyi bilir və onu insanlara bildirmir. Ki, hətta elə eyb əməllərimiz var ki, bəzən insan nəinki uzaq, hətta yaxın olan insanlar bizə yaxın olan insanlar belə onu bilsə, bizdən üz döndərərlər. Amma onu bizi yaradan Allah bilir, onu insanlara çatdırmır. İnsanda 3 xüsusiyyət olmalıdır. Onun birincisi budur ki, sir saxlamaqdır ki, Allah sirləri saxlayandır ki, alimul qeybi və la yuzhiru ala qeybihi əhəd ki, Həzrət Peyğəmbərdən hədisi var ki, insanda 3 xüsusiyyət olmalıdır. Onun biri Allahdan, biri Peyğəmbərdən, biri də imamdandır. Allahdan olan budur ki, Allah insanların eyiblərini bilir, digər insanların bilmədiyi sirləri bilir, amma onu heç kimə bildirmir. Peyğəmbərdən odur ki, fəmudaratun nas, insanlarla gözəl rəftar etmək. İnsan həyatında Peyğəmbəri tətbiq edib, insanlarla gözəl rəftarda Peyğəmbərin həyatına baxmalıdır ki, xuzil əffə və əmur bil ma'ruf və ə'riz ənil cahilin ki, Qur'an buyurur ki, sənin ilk işin əff etmək, yəni bağışlamaq olmalıdır. İnsanları bağışla, yaxşı işə dəvət elə və cahillərdən üz döndər. İmamdan olan xüsusiyyət budur ki, müsibət və
bəla vaxtı səbr etməkdir və bunun bariz nümunəsi İmam Hüseyin əleyhissalamdır ki, onun başına gəlməyə müsibət qalmadı. Amma bir dənə sözü var idi ki, rızan be qəzaik. Allahım, mən sənin razılığına görə bunu edirəm. Sən belə istəyirsən deyə mən bütün bunlara razıyam. Məqsədim sənin razılığını əldə etməkdir.